8. 10 da var. Aha. 8. Kükürt dioksidin kükürt trioksidə qədər oksidləşməsi reaksiyasında oksigenin başlanğıc qatılığı 5, 1 dəqiqədən sonra 2000-dir. Baxın, heç bir reaksiyaya ehtiyac yoxdur. Deyə bilərsiniz ki, müəllim, kükürt dioksid deyir, trioksid deyir. Müəllim, hələ indi başlamışam, bilmirəm, kükürt dioksid nədir, trioksid nədir. Halbuki keçənkilərə keçmişəm mən keçəni. Reaksiyanı bilməlidirlər. Amma yaxşı, bilməsəniz belə, indi təzə qoşulanlar bilmir. Bilməsəniz belə, burada oksigenin başlanğıc və son qatılığı verilib. Elə oksigenə görə də sürət istəyir. Yəni, onun reaksiyanın dəxli yoxdur. Sürət məsələlərində əgər ki, eyni maddənin qatılıqları verilirsə və sonda da eyni maddənin sürəti istənilirsə, onda onun dəxli yoxdur ki, reaksiyanı biləsən, əmsalını biləsən və s. Amma oksigenin başlanğıc və son qatılımı verirsə, sonda desəydi ki, kükürt dioksidə görə sürəti tap, onda mütləq reaksiyanı bilməliydiniz. Çünki əgər kükürt dioksidinin əmsalı oksigendən fərqlidirsə, məsələn 2 dəfə artıb, 3 dəfə artıb, dəyişibsə, onda siz də sürəti 2 dəfə, 3 dəfə artıra bilərsiniz. Yəni bu formada. Gəldik nəyə uşaqlar? Deyir, oksigen başlanğıc qatılığı 5-dir. S1 bərabərdir 5. 1 dəqiqədən sonra T 1 dəqiqədir. Onu da çevirsək T eləyəcək 60 saniyə. Çünki sonda saniyə ilə istəyir də. 60 saniyə. 1 dəqiqədən sonra S2 də olacaq 2. Və gördük ki, əvvəldə 5 olub, sonra azalıb düşüb 2. Yəni 5, delta S nədir? Delta S qatılıqlar fərqidir. 5 çıx 2 eləyəcək 3. Bölürəm nəyə? 60-a. Delta S bölək. Delta T ifadəsinə görə. Delta S qatılıqlar fərqidir. Delta S isə zaman intervalıdır. Yəni 3-ü bölürəm 60-a. Bu eləyəcək 0,5. Deməli, biri 10 dəfə daha 0,5 edəcək. 0,5 edəcək. 8-i dedim mən. 8-i. 9 da eynidir. Yəni 9-da da yenə də azot monoksid deyir. Sonda da azot monoksid istəyir də. Yəni başqa bir şey demir ki, azot dioksid demir, oksigen demir. Deyəsən ki, burada azot monoksidini verib, məndən oksigen istəyir. Mən necə bilim onun tənliyi necədir? Necə bilim əmsalı necə dəyişir? Çünki əgər əmsalı artırsa, bu mən gərək 2 dəfə artırım. Azalırsa 2 dəfə azaldım. Amma burada eyni maddədən söhbət gedir. Özünüz üçün qeyd edin ki, sürət məsələlərində əgər eyni maddənin qatılıqları verilibsə, sonda da elə həmin maddəyə görə sürət istənilirsə, orada reaksiyaya gərək yoxdur. Növbəti sual uşaqlar. Var mı burada sual? Hayır ben. Sonra burada var. Deməli, reaksiya verilib. Reaksiya başladıqdan 40 saniyə sonra SO3-ün qatılığını müəyyən edin. 40 saniyə sonra. Uşaqlar, reaksiya başlayandan 40 saniyə sonra oksigenin qatılıq dəyişməsi 0,5 çıx 0,1 elədi 0,4. Deməli, 40 saniyə sonra 0,4-dür. Sonra bu oksigenə görədir. Baxın, bu oksigenə görədir. Amma mənə indi nəyə əsasən istəyir? SO3-ün istəyir də. Deməli, qrafikdə oksigenə görə verir. Amma məndən SO3-ə görə istəyir. Mütləq şəkildə reaksiya bilməliyik. Ya özləri yazırsa yazır, yazmırsa özləri bilməliyik ki, biz SO3-ə görə reaksiyanın qatılığını hesablayaq. 40-da 0,4-dür bunların dəyişməsi. 40 saniyədə oksigenə görə.
SO3-ün əmsalı 2 dəfə çox olduğuna görə, onda SO3-ə görə də əmsal, daha doğrusu qatılıq 2 dəfə çox olacaq, eləyəcək 0,8 C variantı. Sonra uşaqlar, $24 müəllimə. 24. Reaksiyanın hidrogenə görə və karbon monoksidə görə sürətlərinin müqayisəsi hansı halda doğrudur? Sürətlərinin müqayisəsi. Mən görürəm ki, CO-nun əmsalı H2-nin əmsalının 2 dəfə azdır. Düzdür? Onda CO-ya görə sürət də H2-yə görə sürətdən 2 dəfə az olacaq. Yəni H2 CO-dan 2 dəfə çoxdur da. Belə bir variant seçməliyik. Əmsalların müqayisəsi elə sürətlərin də müqayisəsi deməkdir. Nə seçə bilərsiniz burada? Hansı variant uyğun gələr? Əlikram, C variantı. sən idin Əlikram sualı verən. Bəli. Bax, hidrogenin əmsalı CO-nun əmsalından 2 dəfə çoxdur da. Yəni elə bir variant seçməlisən ki, hidrogen sürəti də CO-nun sürətindən 2 dəfə çox olsun. Hansı variant uyğun gələr? C. C niyə? Burada CO H2-dən çoxdur. B uyğun gələr da. Hidrogen CO-dan 2 dəfə çoxdur. Bax. Başa düşdün? Bəli, mənim bildim. Sonra var mı burada? Mənim burada 31-ci suala 27. baxabilirim. 31. Baxarıq. 27 bir də. 27. Qrafika əsasən T anında X, Y və Z maddələrin alınma reaksiyasının sürətləri arasında doğru münasibəti müəyyən edin. Baxın. Zaman eynidir və qab da eyni həcmdədir. Onda reaksiyanın sürəti bax, mənə zaman verib və zaman görüm eynidir. Həcmdə eynidir. Hansı üsuldan istifadə edəcəm? V bərabərdir. Nü bölək. V vuraq T'dir. Bax, bunlar eynidir də. Deməli, sürət maddə miqdarından düzüm tənasibdir. Maddə miqdarı hansı üsuldan hesablanır? M bölək böyük M-dən hesablanır. Bu belə. Ondan sonra baxırıq. Kütləsi böyük olanın, bax, bu M bölək M nisbəti böyük olanın həcmi də böyük olacaq. Bizdə balaca M verilib X üçün, yəni balaca M nədir? Məsələdə verilən kütlədir, bax bu. 18-dir. Bəs bunun molekul kütləsi neçədir? M-iri. Bu da 18-dir. 18 bölək 18 eləyəcək 1. Onun üçün 1 aldım. İndi Y-qa baxıram. Y nə qədər verir? 28. Bəs onun M-iri neçədir? Bu da 28. Yenə də 1 bölək 1 eləyəcək 1. İndi Z-də baxıram. Bunun kütləsi nə qədər verib? 56. Bunun M-iri nə qədər verib? 56. Yenə də bu M bölək M nisbəti var. Ha. Bu yenə də qalacaq 1. Əgər bunların maddə miqdarı eynidirsə, sürətləri də eyni olacaq. Niyə? Həcm özü deyib eynidir. Zaman qrafikdən görürük eynidir. Maddə miqdarı hansında çoxdursa, onda onun da sürəti çox olmuş olacaq. Aydın oldu. Aha, bəli. Onu asalım. Sonra 31. Hansı ifadə doğru deyil? Mən heç birini oxumuram. Elə birbaşa gözüm üçüncüyə sataşdı, bax C-yə. 3 mol 12 N2 deyir, reaksiya daxil olur. Heç N2 reaksiya daxil olana oxşuyur Fatimə. Necə gəlibsə elə də çıxır. Hə. Heç o birlərə baxıb özümü yormuram. Bax, azot necə gəlibsə əvvəlcədən, elə də çıxıb gedir. O heç o reaksiya girib. Reaksiya girmək üçün ya artsın bu, gərək azalsın. Sərf olunsun da bu. İşinə girməyib bax. Necə gəlib, elə də gedir. Heç birinə baxmağa ehtiyac yoxdur. Baxanda birbaşa azotu görürəm. Sonra əgər baxsaydım, mənim Y variantı necə olardı? Son qaz qarışım onun miqdarı ondur. Baxaq. Bax.
CO ilə O2-nin reaksiyasıdır bu. Alınır karbon qazı. Yazaq. CO üstə gələk O2. Əmələ gəlir CO2. Bura 2 qoyuram, bura 2 qoyuram. CO-dan nə qədər xərclənib? 6 idi. Düşüb hara? Burada 2. 4-ə. 2 xərclənib. Bəs nə qədər qalıb? 4 qalıb da. Mənə son qarışıq lazımdır. 4 mol CO qalıb. Altından yazıram. Oksigen nə qədər xərclənib? 6 idi, düşüb 5-ə 1 mol xərclənib. Nə qədər artıq qalıb? 5. Oksigenin də altına 5 yazıram. CO2-dən nə qədər alınıb? 2 alınıb da, görürsən. 0 idi, çıxdı 2 alındı. Yəni CO2-nin də altına 2 yazıram. Azot da ki, necə var, elə də gedir də, yəni. Sərf olunmur, 3 də bu. Cəmləyib biz 14 almalıyıq. 9-un üstünə də 5 gəlində 14 eləyir də, doğrudur. Ben başa düşüneceksin. Buyur. Ben eləmişim ama C variantına mesela böyle o kadar da fikir vermedim. Orada Y variantı ben biraz karşı kalmıştım. Onu. Bunu kim başa düşmədi uşaqlar? Kim başa düşmədisə desin, bir də izah edeyim. Getdik. Mənim 33-sə metanı necə tapdırır? Deyir, metanın ilkin qatılığı. Bax, metan budur. Əgər bu sudursa, bu dəm qazıdırsa, burada əlavə görünən metandır da. İlkin 0,5-dir, sondakı 0,1. İlkindən 0,1, sonrakini çıxırsan, 0,5 çıx 0,1 eləyir 0,4. Çünki nəyə bərabərdir? Delta C bölək delta T'dir də. Qatılığın fərqi 0,5 0,1-dən çıxır eləyir 0,4. Bölürəm nəyə? T'yə. T nə qədərdir? 10-dur. O da 0,4 eləyir. 1000-də 4. Onun da deyir ki, hidrogenə görə sürəti tap. Yəni 0,4 vur 3-ə. Vur 3-ə 3 dəfə artır. 0,4 3-ə vuranda eləyəcək neçə? 0,12 eləyir də. Y variant. Niyə görə vurdum 3-ə? Çünki hidrogenin əmsalı 3-dür. Mən metana görə deyir, metanın əmsalı 1-dir. Sonra axırda hidrogenə görə istəyir, onun da əmsalı 3-dür. Buradan tapıram metana görə, yəni eynən 0, elə bil ki, %5-dən 0,1-i çıxıb bölürəm ona 0,4 alıram. Sonra hidrogenə görə istəyirdi ya, hidrogenin əmsalına vururam da. Axı hidrogen əmsalı metandan 3 dəfə çoxdur. Məcburam ki, 3-ə vurum. 2 dəqiqədə 16 mol azot sərf olunarsa, reaksiyanın azota, hidrogenə və amonyaka görə sürətini hesablayın. Deməli, 2 dəqiqədə 16 azotdur. 16 azotdur. Və bizdə hansı düsturdan hesablayacağıq? V bərabərdir. V bərabərdir. Mü bölək. V vuraq T. Elə dəqiqədən istəyir, ona görə dəqiqəyə dəymirəm. Maddə miqdarım məndə 16-dır. Həcmim məndə 10-dur. 10-dur. T-dəki 2 dəqiqədir. 16-nın 2-yə bölündə 8, 8-i 10-a 0,8. Bu 0,8 nəyə əsasəndir? Azota görə. Azotun şeyləri verib də. Yəni, nə veribsə azot haqqında məlumat verib də. Demol miqdarı budur. 2 dəqiqədə bu qədər azot sərf olunur. Bütün hər şey azota aiddir. Amma məndən azotu da istəyir, hidrogen də istəyir, amonyak da istəyir. Azota görə tapdımmı 0,8? Götürüb azotun üstünə yazın. Hidrogenin əmsalı 3 dəfə çox deyil. Hə, lap yaxşı. 3 dəfə çoxdur, sən də azota görə olan sürəti 3-ə vurarsan. O da 2,4. Amonyakın əmsalı N2-dən 2 dəfə çox deyil. O da 1,6. Yəni, bax, bu formada eləmiş olacaqsınız. Aydın oldu? Bəli, mənim çox sağ ol. Sonra? Ben 38'de niye göre D variantı ikinci ayda oldu? 38'də. 38'də.
Baxaq görək. D variantı. O birileri düzgün yazmışım. Mesela. Yani, İkinci ayətdə də sol tərəfdəki bu gün keçəcəyik təsir edən amillər sürətə. Sola artıranda sağa gedir, sağdakıları artıranda sola gedir də. Tarazlıq məsələsidir. Qabda N2-ni sol tərəfdə çoxaldıblarsa, reaksiyanın istiqaməti ikisində də sağ tərəfə gedəcək ki, o tərəfdə də artırsın. Başa düşdün? ben. İkisində də N2-ni artıranda reaksiya sağa gedəcək də eynidir. Sonra var mı burada başqa? Yox, müəllimə. Neçə? 39 bu gün keçəcəyik. Tarazlığa təsir edən amillər, onu buraxaq. 40-41-də, 42-də sual var. Mənim 40. Reaksiyanın kinetik əyrililərinə əsasən nə doğrudur? Reaksiya axıra qədər getmişdir, doğrudur. Hardan bilirik? Uşaqlar, deməli bu xəttlər ki var, aşağıya gedən xəttlər. Onlardan ən azı biri, yəni burada 3-ü də gedib düşüb bunun üstünə. Ən azı biri də olsa gedib xəttin üstünə düşürsə, x oxun üzərinə gedib düşürsə, deməli reaksiya axıra qədər gedib. O nə deməkdir? Yəni başlanğıc maddələrdən biri tamamilə qurtarıbsa, reaksiya deməli sonlandı. Yəni reaksiya dönən deyil. Reaksiya o zaman iki cür olur. Dönən, dönməyən. O zaman dönən olur ki, tamamilə bitməsin. Təzədən bu alınan maddələr ki, reaksiyaya girdi, yeni maddə alınmadı. Bu maddə yenidən parçalansın, əvvəlkini əmələ gətirsin. Bunun üçün də gərək reaksiya daxil olan maddələr axıra qədər sərf olunmasın. Burada diqqətlə baxsaq, hər üçü gedib ilk soxunda sıfıra düşür. Yəni hər üçü axıra qədər sərf olunur. Deməli, reaksiya qədər axıra qədər getmişdir. Bax, yadınızda saxlayın ha. Əgər qrafikdən ən azı biri gedib bura x üstünə düşürsə, deməli, reaksiya sona qədər gedib. Burada üçü düşüb, deməli, reaksiya sona qədər gedib də. Yox, əgər düşməyibsə, yarımçıq verilirsə, yəni belə verilir, nə bilim, belə verilir, belə qoyulsa, deməli, reaksiya sona qədər getməyib. Sonra reaksiya daxil olan maddələrdə oksigen atomlarının sayı 12 NH-dır. Baxaq, reaksiya daxil olan maddələr aşağıya gedən əyrilərdir, aşağıya. Alınan maddədə yuxarıya gedən əyridir. Ümumiyyətlə, reaksiya daxil olanların cəmi alınanların cəminə bərabərdir də. Daha bir daxil olanları hesablamıram, alınanı bilsəm kifayətdir. Biləcəm ki, başlanğıcda da o qədərdir. Neçə mol HNO3 çoğalınıb? 4 mol. 4 mol HNO3-ün içərisində nə qədər oksigen varsa, o daxil olanların da hamısının içində o qədər oksigen olacaq da cəmləyəndə. 4 bıraq 3 nə qədər verir? 12. Deməli, atomların sayı 12 NH-yə bərabərdir. 2 doğrudur. Reaksiya axıra qədər getmişdir. Doğrudur. Reaksiya daxil olan maddələrin ümumi kütləsi 284-dür. Bu avtomatik səhv olacaq. Yəni toplayacaqsınız. Daha bir yazmıram. Çünki 1, 2, 3 deyə cavab yoxdur. Elə birdən 2 doğruca cavab elə 1, 2-dir də. Amma hardan yoxlamaq olar? 1 mol oksigendir. Baxın. 1 mol oksigen kütləsi 32-dir. Üstə gələk. Hardan bildim 1 mol deyə göstərir ki, 1 mol sərf olunub. Sonra nə qədər burada su sərf olunub? Su düşür 2 mol sudur. Deyədir tamamilə sərf olunur. 2 mol suda 36 qramdır. Üstə gələk. NO2-yə baxıram. NO2-nin kütləsi 46-dır. Baxın, 4 mol götürülür, axıra qədər sərf olunur. Yəni 32 üstə gələ, 36 üstə gələ 4, vuraq 46. Yəni bu cür bunları cəmləyib alacaqsınız. Onda da 284 alınmır. Ona görə cavab 1-dən 2 edəcək. 41 də eynən o cürdür. 41-in də həlli o cür olacaq. 42-də problem var, suallıdır. Var 42-ci sual. Sonra gəldik növbəti səhifəyə. Burada hansı sualımız var? 46-dan başqa eləyə bilərik. 46 bugün
Kimyəvi reaksiyanın sürətinə təsir edən 4. amillərdir. 46-dır, 47-dir. Bir dəqiqə uşaqlar. Burada çoxdur ki, baxaq. Kimyəvi reaksiyanın sürətinə təsir edən amillərdən. 46, 47, 50. Bunları indi qayıdıb bunun üstündə işləyərik. Onsuz da bu onun axırıncı səhifədir. Bəli, buyur. Hansı sual? 4. 4. X maddəsinə görə sürət 1 mol bölək litr saniyədir. X maddəsinin başlanğıc qatılığı 2.5-dir. Neçə saniyədən sonra X-in qatılığı 1.5 olar. Baxın, nə verib bizə? Sürət verilib V. 1. Başlanğıc qatılığı nə qədər verilib? 2. Yəni S1 bərabərdir 2.5. S2 də bərabər nə qədər verir? 1.5. İndi T-ni tapmağa nə var? Zaman istəyir də. V bərabərdir delta S bölək delta T. S isə 2.5 çıx 1.5 eləyəcək 1. Sürət də 1. Onda zaman da 1 eləyəcək. Başa düşdün? Kim idi sual verən? Vaqif sən idin deyəsən. Başa düşdün? Mən sualım indi. Bəli, başa düşdüm. Sadəcə düsturdur da aparıb qoyasan hər birinin yerinə. S1 çıx S2 delta S-nin yerinə qoyursan, sürət də verilib bir dənə T-ni gəlib tapsan. Sonra 51 var. 51. Həcmi 2 litr olan məhlulda qatı sulfat turşusunun iştirakı ilə etil spirtindən dietil efirə alınır. Reaksiyanın sürəti efirə görə 0.2 olarsa 5 dəqiqədə neçə qram efir almaq olar? Uşaqlar, burada reaksiyanın dəxli yoxdur. Yenə də niyə dəxli yoxdur? Burada da efir deyir, burada da efir istəyir. Yəni mən sulfat turşusu eləyim, dietil efiri alım, spirtdən istifadə edib. Dəxli yoxdur. Sürəti efirə görə verib, sonunda da efirin kütləsini istəyir. Mən əsas gedim görüm o mol miqdarı nə qədərdir ki, onu sonra efirin kütləsi burada verib də vurum efirin kütləsini tapım. Onun üçün hansı düsturdan istifadə edəcəm? V bərabərdir. Delta nü bölək V vuraq T. V bizdə 0.2-dir. 0.2-dir. Zaman 5 dəqiqədir. Həcm 2 litrdir. Nünü bilmirəm. Heç bir dəqiqədə çevirmə eləmirəm. Çünki sürət də mol bölək litr vuraq dəqiqədən verilib. Elə vurandan sonra dəqiqə ilə dəqiqə ixtisar gələcək də. Burada da 2 litrdir. Sonunda mol alacam onsuz. 0.2-ni vururam. 5 vuraq ki 10-a eləyəcək ki, deməli 2 mol efir alınır. Efirin də 1 molun kütləsi verib 74. 2 molunu tapmaq üçün 74 vuraq ki eləyəcək 148. Aydın oldu mu? Bəli, mən. Bəli, mən. Orada 52 də həmin kimi olacaqdı. Bəli, eynidir. Tamam. Çox sağ olun. Mənim suallarım qutardı. 54-dən 55 suallıdır ya yox? Kimin sualıdırsa izah edeyim. Sualım var. Hə, kimin sualıdır? İzah edeyim mi? Tamam. İzah edeyim mən, zəhmət olmaz. Verilib reaksiya CO üstəgələ O2, CO2. Bizdə deməli zaman verilib 10 saniyə. Oksigen qatılığı 0.2, reaksiyanın oksigenə görə orta sürəti 0.3. Elə bax, burada oksigenin qatılığı verilib. Oksigenə görə sürət verilib. Oksigenin başlanğıc qatılığı istəyir. Sürət 0.3-dür. Sonra başlanğıc qatılığı bilmirəm nə qədərdir. Amma 10 saniyədən sonraki qatılıq 0.2-dir. S1 çıx S2 deyil. S1-i bilməm nə qədərdir. 10 saniyədən sonra 0.2-dir. Zaman da 10 saniyədir. 0.3-ü vuracam 10-a, 0.3-ü vuracam 10-a 0.3 bərabərdir. X çıx 0.2. X də bərabərdir 0.5 eləyəcək. Yəni belə. S1 çıx S2-də elə ona əsasən eləyirsən.
Başa düşdünüz? $55 suallıdır ya yox? Zəhmət olmaz, başlalardınız. 55-i də, yoxsa 54-ü başa düşdün? Bəli, müəllimə. 55 məndə də səhvdir. Mhm. Deməli, NH3-ün qatılığı, daha doğrusu NH3 verilib N2 ilə H2-yə çevrilir. Azot reaksiyanın azota, hidrogenə və amoniaka görə orta sürətini müəyyən etməliyik. Temperatur dəyişməsi amoniaka görə, görürsünüz, amoniaka görə qatılıq verilib bizdə. Temperatur dəyişməsi 30-20. 10 eləyir. Bax 10. Bax, bayaqdan tək temperatur verirdi, interval olaraq verildi. Yəni bizə delta T-ni verirdi ki, 10 saniyə ərzində, 20 saniyə ərzində belə dəyişir. Amma indi əvvəlki başlanğıc temperaturu verib, son temperaturu verib. Yəni delta T-ni özümüz hesablamalıyıq da. 30-20 elədi 10. Amoniakın da başlanğıc qatılığı 1.8-dir, sondakı 1. Yəni 1.8-1 nə qədər elədi? 1. 1-i böləcəm. Delta C bölək delta T'dir də. Yəni 1-i böləcəm. Daha doğrusu 1.8 çıxdı 0.8. Hə. Yəni 0.8-i böləcəm ona. O da edəcək 0,8. Deməli amoniaka görə 0,8. Amoniakın üstünə 0,8 yazıram. N2-nin əmsalı amoniakın əmsalının 2 dəfə az olduğuna görə, bax 2 dəfə azdır da. Bunun qabağında 2 var, N2-nin qabağında yoxdur. Onda N2-yə görə sürətdə amoniaka görə sürətdən 2 dəfə az olacaq. Bu 0,8 tapmamışdıq. Yəni 2 dəfə az 0,4 eləyir. Burada 0,4 yazır. İndi keçdik hidrogenə. Əmsal qurursan 2 amoniak parçalında 3 hidrogen alınırsa 0,8 sürəti də necə dəyişəcək? Hidrogenin sürəti 3 vuraq 0,8 bölək 2 bu deyəcək 1,2. Yəni bir dənə buradan amoniakı tapmaqdan əmsalları nəzərə alaraq həm N2-ni, həm H2-ni tapa bilərik. Həm N2, həm də H2-ni tapa bilərik. Yəni bu formada. Buradan yəqin ki bizim sualımız qalmadı. Əl-Kiram, sən buradan başa düşdün? Verilən nə deyilir? Nə lazımdır? Başa düşdün? Vaqif. Bəli, müəllim, başa düşdüm. Bəli, müəllimə. Çox sağ olun.